Salam əziz, mənə dinləyən izləyicilər. Bu günləri burada bu Zevin ərazisində, öz doğma kəndində bu örüş sahələrinə baxıram. Arada oturub fikir verirəm, bu ot biçimidir bir dəqiqə Zevində. Ərz olsa Zevində ot biçimidir. Bir vaxtlar düz bura Zevin örüşlərindən uzaqdır bir yerdir. Bu da güney ərazisidir. Yəni bizim kəndin torpaq sahələri belə adlanır. Yəni məqsədim odur ki, əziz dostlar, bir vaxtlar burada valideynlərimiz ot biçərdi. Gecələr özləri üçün, gündüz safxoz üçün, kolxoz üçün gedib ot biçərdilər. Amma onunla belə cümrah, ondan sonra xoş xasiyyətli, mehribancasına hərəkət edirlər. Və ondan da olan uşaqlar, yəni tərbiyəli, qanacaqlı, yəni biz onları imanımızı, dinimizi onlardan öyrənmişik. Qürurumuzu onlardan öyrənmişik. Yola necə hərəkət elədiklərimizi biz valideynlərimizdən öyrənmişik. Arada otururam, fikirləşirəm. Həqiqi insana baxırsan, qəribə gəlir. Çox belə deyirlər, qəmgin halda olursan ki, İlahi, kəş o bax, bu yerlərin birində birimizin valideyni ot biçərdi, biz ona baxardıq. Bax, görürsünüz. Allah valideynlərimizə rəhmət eləsin. Qəni rəhmət eləsin. Biz keçmişin insanlarından həqiqətən biz yaşlı insanlar yola necə getməyi, hörməti, ondan sonra bir-birimizin hayında, harayında olmağı biz böyüklərimizdən götürmüşük. Biz əqidəli, ondan sonra qürurlu, biz valideynlərimizdən götürmüşük. Kaş bircə addım Allah bizə qismət eləydi. Biz onların yolun necə deyim, amma arada oturup fikirləşirsən, desən ki, İlahi Pərverdigara, bu dünya, bu kənd bir ovuc körpə uşağının mı qaldı? Belə yəsiz, görsənir sahibsiz kəndin torpaqları, kənd özü sahibsiz görsənir, insansız görsənir. Elə desən ki, burada nəsə belə köçüb, yurt köçüb, yoxdur. Niyə yoxdur? Qabaqda iş var idi də. Amma bu kətlər gedərdi, başqa kətlərdə iş görərdi. Amma yenə də yurdum boş qoymazdı. Nə bilim, Allah özü qorusun bu insanları. Adam oturur belə fikirləşir, dərindən insan fikirləşəndə deyirsən İlahi Pərverdigara. Heç olmasa o günü bir dəqiqəlik də olsa qayıdardı. Biz valideynlərimizi bax beləncik. Söz yox, biz sağ-salamat olaydı gözümüzün qabağında. Amma məncə sənə bir dənə söz deyim, əziz dostlar. Amma vaxt olacaq bizdən olan, biz necə bizim valideynlərimizi yada salırıq bu cürünə. Amma bizi yada salan olmayacaq, bunu bilin. Çünki indiki uşaqlar çox nadinc uşaqdılar. Çox, həddən artıq nadinçdirlər. Çətin ağlım kəsək ki, biz valideynləri bax bu cürünə necə biz yad edirik, o cürünə yad edirlər, elə bir şey olmayacaq. Çox sağ olun.